Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. 4 istirahətdən sonra yenidən sizinləyik. Təbii ki, gündəmdə olan Qızıldır. Qızıl bugün nə edəcək? Bir xəbəri nəzər çatdırım ki, bugün yerli saatla saat 19:00-da bizdə Möhtəşəm Törəpulu Stadiyasının birinci təlimidir. Ödənişsizlik qoşula bilərsin. Belə, keçək biz Qızıla. Qızıl 2 gün ərzində $150 qalxdı. Biz bundan istifadə edə bildikmi, yoxsa bilmədikmi sualına gəldisə, təbii ki, biz bunu Telegram siqnal kanalında alış əməliyyatları ilə biz siqnalları vermişdik və hansı nöqtələrə qədər qalxacağına haqqında da məlumat vermişdik. Qiymət 4149-lara qədər, 4100 demək olar ki, 50-lərə qədər qalxdı. Bugün nə edəcək? Ümumiyyətlə, sual olunur ki, 4300-ə qalxacaqmı, qalxmayacaqmı sualına gəldisə, hətta 4300 yox, 4500-lərdən də yuxarı gedəcək. Bugün nələrə baş verəcək? Yəni, bugün 4133-lərdən sonra formalaşarsa, alış əməliyyatlarına siqnallar gələcək və 4097-dən aşağı formalaşsa, satış əməliyyatları. Təbii ki, bugün bazar bütün valutalar üçün sırf texniki analiz əsasında hərəkət edəcək. Nə üçün? Çünki vacib xəbərlər yoxdur. Bir yön almaq üçün vacib xəbərlər bugün yoxdur. Sırf texniki analiz əsasında bazar hərəkət edəcək. Keçək biz Bitcoin'e. Biz bildiyiniz kimi Telegram siqnal kanalında hətta şənbə, bazar belə biz siqnalları, yəni ən azından 1-2 siqnalı veririk Bitcoin'dan. Təbii ki, yalnız bir şənbə, bazar günləri. Bugün nələr baş verəcək? Yəni bugün 130 çox üzrəm, hətta 130 hələ olmayıb, 103-500-lərdən yuxarı formalaşsa, yəni alışlar və 105-200-lər və 106-300-lər və 107-500-lərə qədər yüksəlməsi gözlənilir gələcək günlərdə. Yəni satışlar isə 102-500-lərdən sonra 100-lərə qədər, hətta 99-lara qədər gəlməsi. Təbii ki, bu bizim fikrimizdir, qərar sizin özünüzün. Keçək biz neftə, neft, crude oil future spotlar neynədir və bunlar demək 65-60-lara kimi qalxdı. Yenidən qalxacaqma sonuna gəldi də isə təbii ki, alışlar 65-40-lardan sonra hədəf 66-60-lar, 67-lərdə, satışlar isə 65-lərdən 64-60-lara kimi gələ bilər. Keçək biz funtun dollarına, evron dollar rəqabəti, funtun və evron dollar rəqabəti bir həftəlik yuxarı qalxışlarla yaddaşlara qaldı. Kiçik bir uptrendlə yaddaşlara qaldı. İndi müqavimət xətti yuxarıdakı 1.32-lərdir. Bundan yuxarı formalaşsa, təbii ki, yuxarı doğru istiqamətlə davam etdirə bilər. Amma dəstək xətti 1.31-100-lərdən bundan aşağı formalaşsa, yəni 130-60-lara kimi enməsi gözlənilir. Keçək evron dollar rəqabəti, funtun dollar rəqabəti kimi bir həftəlik yuxarı qalxışlarla yaddaşda qalır. Bu gün alışlar 1.15-850-lər və dönüş nöqtəsi var orada. 1.15-600-lərdən dəyib toxunub, yəni geri qayıda bilər. Yəni satışlar isə 1.15-500-lərdəndir. Keçək biz Nasdaq, S&P, Dow Jones, DAX-a. Bunlar nə edəcək? Bu həftə ərzində nələr baş verəcək? Yəni Nasdaq uzun müddətdə alışlar üçün 25.770-lər, satışlar isə 25.366-lardır. S&P gəldidə isə alışlar 6880-lər, satışlar isə 6815-lər, Dow Jones isə alışlar 48.094-lər və alışların satışlar isə 47.580-lərdir. DAX-a gəldidə isə alışlar 24.265, satışlar isə 24.120-lərdir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.